Hələ bilirdiniz ki, Füzulinin zamanəsində Füzulini tanıyan var idi. Yox. Füzuli sonra tanındı. Necə oldu tanındı? Bir ömür yaşadı və bir ağac əkdi. Özündən sonra başladı o ağac bəhrə verməyə. Bu kişi bir ömür İmam Hüseyin zəvvarları üçün ayaqqabı cütdədi. Xidmət elədi Kərbəlada. Bir ömür həyatını ona həsr elədi. Bir ömür Hüseyin zəvvarına qulluq eləyən kişinin ölümündən sonra həyatı belə olar. Və hətta neynədi? Vəsiyyət eləmişdi. Vəsiyyət eləmişdi. Çağırırdılar. Şahsman Xatayinin zamanısında olub da dəvət də alıb saraya filana. Amma oranı tərk eləməyib. Sərikuyarı tərk eləməyib. Sevdiyinin, yarın ətrafını sərikuyarıdır. Onu tərk eləməyib. Özü deyir ki, uca oldun qəbrim eybi dərdlər səngi məlamətdən. Səng daşa deyərlər. Məlamət nədir? Tənə eləmək. O qədər mənə tənə eləyirlər ki, mən öləndə ey dərdi olmayanlar, mənim qəbrimi həmən o tənə daşlarından düzəldin. Uca oldun qəbrim eybi dərdlər səngi məlamətdən. Niyə? Ki məlum ola dərd əhlinə qəbrim ol əlamətdən. Məzarım üstə qoymun mil. Başdaşı qoymayın mən məzarıma. Məzarım üstə qoymun mil, əgər kuyində can versəm. Mən onun yanında ölsəm, qəbrimin başına başdaşı qoymayın. Məzarım üstə qoymun mil, əgər kuyində can versəm. Kifayətdir ki, bir kölgə düşə ol sərvi qamətdən. Ondan bir kölgə düşsə mənim qəbrimin üstə mənə bəsimdir. Doğrudan da hələ oldu da. Onun sayəsində dəfn olunub, onun kölgəsində dəfn olunub. Kim idi? Zəvvarlara xidmət göstərən.